Fərqi bizim doğru işimiz düzdür. Təhsil proqramlarında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur, bu düzdür. B-yə səhvdir desək, bu cümlə kitabda dəyişilib, fərqli formada yazılıb, amma yenə də müəyyən etibarı eynidir, səhvdir. Deyir, kurikulumlarında, fən kurikulumlarında mövzular standart şəklində ifadə olunur. Yox, mövzu və standart fərqli anlayışdır. Yəni, standart dövlət tələbidir, bilik və bacarıqdır. Mövzu isə o standartı reallaşdırmaq üçün bir vasitədir. Aydadır. Ona görə biz eyniləşdirə bilməliyik səhvdir. C-lə səhv nədir sizcə? Summativ qiymətləndirmənin əsas məqsədi. Baxın, burada əsas məqsəd sözü var. Bu yanlışdır. Əsas məqsədi müəllimin fəaliyyəti müəyyən etməkdir. Çünki summativin əsas məqsədi şəxsbaların nailiyyətini müəyyənləşdirməkdir. Düzdür? Amma bu demək deyil ki, müəllimin fəaliyyəti müəyyənləşmir. Müəllimin də fəaliyyəti müəyyənləşir. Sadəcə əsas məqsəd müəllimin fəaliyyəti deyil. Müəllimlər istədikləri şəkildə standarta dəyişiklik apara bilər. Amma əslində apara bilməz. Alt standartı müəllimlə dəyişdirə, nə asanlaşdıra, nə də çətinləşdirə bilməz. Nədirsə onu da buraya yazmalıdır. Məzmun xəttləri dərsin təlim nəticəli ifadə formalarından biridir. Bu da yanlışdır. Çünki niyə yanlışdır sizcə? Məzmun xətti təlim nəticəsinin ifadə forması deyil. Demişdir, məzmun xətti təlim nəticəsinin reallaşmasına xidmət edir. Amma ifadə forması deməmişdir ki. Deməmişdir. Deməli, yanlış bir şeydir. Cavab oldu A bəndi. Təhsil proqramlarında bütün fənlər üzrə təlim nəticələri öz əksini tapır.